Bismillahirrahmanirrahim. Azərbaycanda Siyonist mediası yalan və böhtan kampaniyasına start verib. İnanın ki, bu start düyməsi Siyonist İsrail rejimi tərəfindən basılıb. Ona görə ki, İran İslam Respublikasına başlatdığı təcavüzdə heç bir hədəfinə çatmayan İsrail əksinə olaraq İran İslam Respublikası tərəfindən güclü zərbələrə məruz qaldı. Və istəyir ki, dırnaq arasında qisasını alsın və hədəflərinə çatmaq üçün müsəlman ölkələrində ki, onlar nüfuz ediblər və varlar, ictimaiyyəti çaşdırmaq istəyirlər və nifrət oyatmaq istəyirlər. Bu günlərdə Ermənistanın keçmiş prezidenti olan Köçəryanın bir müsahibəsi paylaşılıb. Azərbaycanda mətbuat orqanları tərəfindən, bir sıra mətbuat orqanları tərəfindən heç bir mənbə göstərilmədi. Və heç bir mənbəyi göstərmədən paylaşırlar ki, insanlarda nifrət oyatsınlar. Və görürlər ki, bütün dünya Azərbaycan xalqı da Siyonist İsrail rejiminə qarşı böyük nifrət bəsləyir. Nəinki Azərbaycanda, bütün dünyada, dünya xalqları artıq azadlıq vicdanı olan insanlar Siyonist İsrail rejiminə, Amerikaya qarşı nifrətləri günü-gündən artmaqdadır. Və bu kampaniyalara başlayıblar. Və iddia edirlər və iddiasını da heç bir mənbə göstərmirlər. Və heç bir mənbə göstərmədən bu iddialarını səsləndirirlər, yazırlar və paylaşırlar. Və bu da ictimaiyyəti, Azərbaycan xalqını aldatmaq və yalan danışmaq və bu kampaniyanın bir hissəsidir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.